Xoş gördük dəyərli izləyicilər. Futbolistimo YouTube kanalında Çempionlar Liqası ilə bağlı növbəti verilişimizlə, növbəti videomuzla qarşınızdayıq və bu dəfə UEFA Çempionlar Liqasının 4-1 final mərhələsinin digər iki görüşü barədə danışacağıq. Həmkarım Tərlan Şahinoğlu ilə birlikdə Barcelona, Borussia Dortmund və Paris Saint-Germain, Aston Villa görüşləri ilə bağlı fikirlərimizi bölüşəcəyik. Tam sərbəst şəkildə sizin rəylərinizi də təbii ki oxuyaraq biz videolarımızı çəkirik. Eyni zamanda yəqin ki Arsenal, Real və Bayern Inter komandalarının oyunları ilə bağlı videomuzda sizin üçün kifayət qədər maraqlı olacaq. Barcelona Dortmund oyun necə planlaşdırılırdı? Ümumiyyətlə bizim buna qədərki videomuzda verdiyimiz şanslar, Tərlan təəssüf ki orada Borussia Dortmund formasındaydı. Mən Barcelona ümumiyyətlə formasını geyindiyim bütün komandalar məğlub oldu. Sən məncə nə sonra heç kimin formasını geyinmə. Sən komandaların şanslarını aşağı endirsən. Lütfen. Yox, bu köynə ilə çıx da. Mən bu şəkillə çıxmıram. Sən də belə köynə. Sən də sivil geyimdəsən də. Yaxşı, keçdik Barcelona Dortmund oyununa. Ümumiyyətlə bu oyun barədə nə danışmaq olar? Yəni gözlənilməz nə baş verdi bu oyunda səncə? Gözlənilməz sadəcə bir dənə o baş verdi ki, Borussia Dortmund gol vurmadı. Yəni mən heç olmasa Sergio Girassidə'n gol gözləyirdim. Ötən buraxılışda da qeyd etmişdim ki, yəni Borussia Dortmund baxmayaraq ki, favorit deyil. Amma məsələn Sergio Girassi oynayır deyə, mövsümün bombardirlərindən biridir deyə gol vurardı. İmkanı da var idi əslində gol vurmağa. Bəli. Sadəcə alınmadı. Nəticədə nə oldu? Borussia Dortmund oldu Borussia Dortmund. Bravo. Və yəni, bu gözəl şey, yəni kreativliyim. Bəli. Və əlbəttə ki, mən bir nəfərdən danışmaq istəyirəm, Robert Lewandowski'dən. Yəni onun taytuşları hal-hazırda MLS-də. Bir sənə yandıdır bu dəqiqə. Səudi Ərəbistanda, nə bilim, yoxsa podcast çəkir, amma adam La Ligada və Çempionlar Liqasında qollarını sıralayır. Çempionlar Liqasında Messi Ronaldo'dan sonra ən çox qol vuran futbolçu 105 oldu. Qol vurub artıq Çempionlar Liqasında vurduğu qolların sayı 105-ə çatdırdı və vuracağı növbəti qol Barcelona niyyətində 100-cü olacaq. Və elə də belə deyək də oynadığı oyun sayı ilə qol sayı demək olar ki eynidir. Yəni çox yaxındır bir-birinə. Fürsətləri boşa vermir. Bu dəfə də belə oldu. Ətrafı mükəmməldir. Lamine Yamal, Rafinha, o da qızıl topa namizəddir. Yeri gəlmişkən qeyd edim ki, dünya futbolunun Robert Lewandowski'yə bir qızıl top borcu var. Keçən səfərdə demişdim. Bəli, onu mən yenə vurğulayacağam. Yəqin ki, indən sonra o çətin olar. Rafinha'nın bu performansı qarşısında. Amma Kamal Qalaşına verə bilərlər. Onu düşünüb özünə versələr, lap əla olar. Amma təəssüf ki də. Dortmundun Çempionlar Liqasının son finalçısı olduğunu xeyli qüvvətləndirilmiş formada demişdim. Robert Lewandowski karyerası ərzində ən çox qol vurduğu komanda Borussia Dortmunddur. Baxmayaraq ki, özü də oynayır. Amma ən çox məyus etdiyi komandadır. Lewandowski 11 oyun, 11 gol. Bu da bu mövsüm Çempionlar Liqasında Elşən xatırlatdı indi. Yəni bu yaşda 36 yaşda belə bir La Liqanı deyək də 29 oyun, 25 gol. Ümumən 3 mövsüm ərzində, yəni bütün turnirlərə daxil olmaqla komandanın heyətinə 140 oyun keçirib 99 gol vurub. Vuracağı növbəti gol Barcelona heyətinə bayaqda qeyd etdim. Son illərdəki ən möhtəşəm hücumçulardan biridir şübhəsiz. Yəni çoxu 9 nömrə dedikdə Barcelona'da Luis Suarez-i qeyd edir. Amma Luis Suarez'in ətrafında Lionel Messi var idi, Prime Neymar Junior var idi. Yəni fantastik heyət idi, amma düzdür, yəni Yamal və Rafinha da elə belə oyunçular deyirlər, fərq yaradırlar, fantastik oyunçulardır. Amma bu yaşda qeyd etdiyim kimi 37 olacaq. Suarez'lə yaşıddır, amma Suarez harda oynayır? Inter Miami'də oynayır. Lewandowski Barcelona'da oynayır və əsas qol ümididir. Bunu qeyd etməyə vurğulamaq lazımdır. Yox, yəni təbii razıyam. Lewandowski'nin hücumçu kimi çox böyük hücumçu olmasına, fantastik hücumçu. Thomas Müller də, yəni əbəs yer ona Lewandowski deməmişdir. Mr. Lewandowski ləqəbini qoymuyor. Barcelona'nı təbrik eləmək olar növbəti mərhələ münasibəti ilə. Ölkəmizdə Barcelona'nın çox azarkeşi var. Onların hər birini ürəkdən təbrik edirik və ciddi, məsələn bu oyuna qədər də Barcelona favorit idi. Yəni Dortmund düşəndə də Barcelona'nın favoritliyinə heç kim şübhə etmirdi. Barcelona'nın Dortmund üzərindəki bu qələbəsi və bundan sonraki mərhələdəki çıxışı onun favoritliyini bir qədər də artırırmı, bir qədər də qabardırmı səncə? Onsuz nömrə 1 favorit idi, mənim fikrimcə. Bəli. Mənə görə bu mövsümün 1 nömrəli favoriti Barcelona idi. Bu oyundan sonra da belə deyək, bu daha da belə deyək, əmin olaraq bunu qeyd etmək olar. Sanki Barcelona da Tərlan, yəni
Biz danışarkən həmişə bildirirdik ki, müdafiədə o boşluqlar olurdu. Son oyunlarda görürük ki, bura top da buraxmırlar. Artıq Yəni oranı hansı flik üçün çətin bir yer qalmışdı. Müdafiə xətti sanki orada da toparlaya bilib komandanı. Yəni istər müdafiə mərkəzi, istər cinahlarında istədiyi oyun üslubunu, futbol fəlsəfəsini artıq aşılaya bilib. Yəni Barselona hazırda belə deyək də o relsin üzərində sürətlə hərəkət edən qatardır. Onun qarşısında dayanmaq çox çətin görsənir. Ola bilər ki, deyək yarım finalda mümkün Inter çətinlik yarada bilər. Bəlkə Interi keçsə digər tərəfdən gələ biləcək. Əslində digər tərəfdən gələcək. Arsenal da, Paris Saint-Germain də Real Madridin gəlmə ehtimalını qoyuram kənara. Onlar da Barselonanın oyun üslubuna uyğun gələn kollektivlərdir. Müdafiədən oynamırlar, hücum oynarlar. Potensial rəqib Inter isə məncə Barselonanın bu mövsüm qarşılaşacağı ən çətin rəqib olacaq. Əgər qarşılaşsalar. Sözsüz təbii ki, yəni Inter də düşünürəm ki, mərhələ adlamağa daha böyük namizəddir. İlk görüşdən sonra da onlar bu üstünlüyə yiyələndilər. Amma yenə də epizod verirlər. Barcelona ikinci sənə daha yaxşı oynadı Dortmunda qarşı və demək olarsa, yəni elə məsələni ikinci hissədə həll etdilər. Demək olar ki, nəfəs aldırmadılar. İkinci hissə ilə qolla başladılar. İlk hissədə biraz çətinlik çəkdilər 25-ci dəqiqəyə qədər. Amma Rafinha da o qol Kubarsiyaya da yazıla bilərdi əslində. Amma Rafinha ayağını uzatdı. Onu da başa düşmüyorlar. Təbii ki, bombardir olmaq istəyir. Çox acdır Rafinha. Elə bir ki, çoxdan bax bu mövsümü gözləyirdi ki, fərq yaratsın, özünü göstərsin. Yəni Barselona niyyətində həyatında bir dəfə çıxış etməyə şansın var. Hər oyunda o bacarığı, o istəyi, o arzunu göstərirsən. Epizodları, imkanları fövtə vermirsən, hər imkandan yararlanmağa çalışırsan. Yəni bu hər Braziliyalıda olmur ha bu. Bu həqiqətən o futbolçunun nə qədər arzulu, istəkli olduğunu göstərir. Buna qədər də Barcelona kimi komandası olmuyor bax onun. Ona görə də maksimumunu ortaya qoymağa çalışır. Sporting Leeds United kimi klublarla oyun. Belə Fermin Lopez'in də oyununu qeyd edək, ya da o asist yadda qaldı. Lewandowski'yə kömək etdi qol vurmaqda və Rafinha'nın başla ötürməsi düz qapının önünə, Lewandowski də o bəlkə toxunmasaydı qollar da olmazdı deyə bilər, amma Lewandowski'nin o topa çatması da önəmli bir məqam idi. Bir sözlə yenə qayıdıram, Barcelona azarkeşlərini ürəkdən təbrik eləyərək onları yarım final münasibəti ilə rahat şəkildə təbrik eləmək olar. Digər komandalar no chance. Bəli, heç bir şansı yoxdur. Yüksək səviyyədə Barcelona artıq yarım finala adını yazdırdı. Keçirik digər görüşə. Paris Saint-Germain Aston Villa maçı. Hansı ki Tərlanın burada düzdür, geyindiyi forma yenə forması uğur gətirmədi, amma ən azından dediyi orada fakt var ki, çox qol vurdu. Villa qol vurdu. Özə birinci vurdular. Yuri Tillemans'ın ötürməsindən sonra Morgan Rogers hesabı açdı, amma Paris Saint-Germain də yəni bildirdi ki, bura Parisdir. Biz bu mövsüm Liverpool'u mübarizəni kənarlaşdırmışıq və Aston Villa'nı da təbii ki, kənarlaşdıra bilərik. 3 qol vurdular və bir-birindən gözəl qollar idi. Desiree Doué fantastik qol vurdu. Bir məqamı qeydim, Emiliano Martinez nəsə sanki günündə deyildi. Əlini topu uzatmadı, o zərbə vurularkən tirə dəyən top tora daxil oldu. Düşündü ki, bəlkə top keçməyəcək. Nəsə belə bir reaksiya gördüm onda, amma sonra nəsə elə bir ki, vaz keçdi. Sanki düşündü ki, top qapının üstünə keçəcək. Elə olmadı. Tirə dəydi, tora daxil oldu və Xviçanın vurduğu qol fərdi ustalığı sayəsində, yəni o da yaxın küncə, o da əslində qaytıra bilərdi Emiliano. Amma götürülməz toplara çox qüvvətli top idi. Amma yaxın küncə vuruldu. Yəni Emiliano, bilmirəm, ona müdaxilə etməli idi və o Ousmane Dembele'nin ara ötürməsi və haqqında bəhs etdiyimiz Nuno Mendesin o yenə gözəl oyunu, bacarığı, hücumdakı bacarıq ortaya çıxdı. Bax, müdafiədə danışmışdıq. Hücumçu keyfiyyətlərini də gördük müdafiədə. Salahın zərərsizləşdirmək baxımından görmüşdük. Hücumda da gördük ki, bu adam hücum gücü də kifayət verir. Və o qolla Paris Saint-Germain daha da inamla gedəcək Birmingham səfərinə. Bəli. Məsələ orasındadır ki, Aston Villa qol vurmuşdu və Morgan Rogers hər kəsi təəccübləndirmişdi. Və Rashford var, Oli Watkins var. Belə hücuma meyilli oyunculardan danışmışdıq və qol vuracaqlarını mən bilirdim. Sadəcə sonra 3 top buraxmaları biraz... Əslində 3-cü top buraxmaq ehtimalları o qədər də yüksək deyil. 2-1 olsaydı, yenə də intriqa ilə danışaq. Amma yenə də bilmirəm. Yəni, yenə də Villa məncə öz meydanında 2 qol vura bilər. Sadəcə bilsə necədir Tərlan?
Paris Saint-Germain-də elə bil ki, çox ciddi dəyişir. Məsələn, ən ciddi dəyişən komanda Paris Saint-Germain son illərdə. Nəyə görə? Paris Saint-Germain bilirik ki, deyək ki, bu bir neçə il əvvəldən etibarən ərəb sərmayəsi ilə tamamilə başqa bir kluba çevrilib və keçən ilə qədər bu komandanın hədəfi nə idi? Messini gətirim, Neymarı gətirim, Mbappé'ni saxlayım. Neymara nə qədər pul vermişlər? Neymara 222 milyon. Bəli, Barcelona hələ Mbappé'ni Real'a satmamaq üçün Fransa prezidenti işə qoşuldu, maaşı külli miqdarda oldu, saxladılar. Amma Parisin açarını Mbappé'yə vermişlər. Bəli, klubda hətta son müqaviləsi necə idi? Transferlər səndən soruşulur, edilir, məşqçi sənə görə seçilir. Kimlə oynamaq istəyirsən? Yəni bax o məsələlərə gəlir. Deyəsən penalti davası da var idi Neymarlar arasında. Bəli, orada belə Mbappé, yəni bir sözlə klub heç belə deyək peşəkar idarə olunmurdu. Amma o klub Luis Enrique'nin gəlişindən sonra tam başqa cür idarə olunur. Və klubun rəhbəri də bildirdi ki, biz çox səhv etmişik. İndiyə qədər arzumuz Çempionlar Liqasını qazanmaq olub, amma bu gün soruşsanız məndən mən tam səmimi deyə bilərəm ki, bizim hədəfimiz yaxşı komanda formalaşdırmaqdır. Fikir verirsən Tərlan, orada düz deyil, Usman Dembele 10 nömrədə ulduzdur, amma komandanın bütün futbolçuları əla oynayır. Desire Doué ümumiyyətlə sanki bu futbolçu düz deyil, 50 milyon pul xərclənib, onu Rennes-dən gətirib akademiyaya yetişib. Xviçanı aldılar, yerində transferdir. Heç kimsiz, belə deyək də, yəni artıq lider yoxdur. Xviça olmasa, Barcola da var. Barcola var, o olmasa Flankes var. Hamı da işini bilir. Yarımdafəyə baxsın, Vitinha var, möhtəşəmdir Vitinha. Nuno Mendes müdafiədə, Marquinhos oynamırdı. Digər yarımdafəçi var, Portuqaliyalı. Yəni, baxırsan ki, komandada hamı öz işini o qədər ustaqlı görüb. Sanki bu futbolçuların hamısına bir-bir beyninə çip yerləşdirilib ki, bax bunu oynasa zuhur qazanacaq. Məncə Donnarumma. Yəni çox fantastik komandadır ona görə. Amma bu tərəfdə də məşqçi işi görsənir. O heç. Amma Aston Villa'nın pisi necə? Yəni Aston Villa bişmiş komandadır, əla komandadır. Amma pisi necə? Təsəvvür elə ki, bu dolu stəkanda. Səncə nəyə ehtiyacı var Aston Villa hazırki heyətdə daha da güclənmək üçün? Məncə müdafiə oyunu oynayır orada. Pau Torres oynayır, Axel Ditsasi oynayır. Yəni müdafiəçilərin adları yox. Müdafiə oyunu Unai Emery'nin komandalarında müdafiə oyunu o qədər də bişmiş futbol deyil. Amma məsələn hücumu bəlkə də Aston Villa'nın hücuma çıxmağı elə inanın ki Paris Saint-Germain qədər təhlükəli, çox təhlükəli hücum olurlar, amma yəni onun müdafiədə zərərsiz, bəlkə də qapıçılar da çox güclüdür, amma o bayaq deyirdi ya. Bəlkə də nədir? Yəni qapıçı da o məsələ, yəni fərdi yox da komanda kimi yanaşmağa çalışdım. Yəni bir sözlə demək istədiyim odur ki, sanki Aston Villa komandasına bir müdafiə paketi yüklənməlidir. Mən dedim ha bayaq, Hans Flick'in ən çatışmaz yeri müdafiə futbolu idi. O müdafiə futbolu anlayışını Aston Villa'ya yerləşdirsən, yəni olacaq 4-4'lük komanda. Çünki heyətində çox önə çıxırlar da. Sənə də qeyd etdin kimi, çox önə çıxırlar. Öndə oynamağı əla bacaran komandadır. Müdafiə məsələsində necə Nuno Mendesin qolunda gördük ki, bu adamlar müdafiədə əslində çox sadə səhvlər edə bilirlər. Trent Alexander-Arnold tipində cinah oyuncuları oynayırlar. Yəni hücum güclü olan müdafiəçilər, yəni hücum keyfiyyətləri güclü olan müdafiəçilər oynayırlar. Balde də elədi məsələn. Alejandro Balde, Jules Koundé. Adlar, figurlar heç də Paris Saint-Germain-dən geri qalanlar. Rashford, Asensio, nə bilim, Oli Watkins, Premier Ligada son illərdə ən yaxşı hücumçu. Morgan Rogers'ı qeyd elədik, Yuri Tillemans, Daniel Malin komandaya başlayır. Yəni komandada oyunçular kifayət yaxşı seçilmiş, özdə məşqçinin seçdiyi adlar. John McGinn var orada. Yəni sadəcə bu komandanın gücü Paris Saint-Germain-dən azdır. Yəni məşqçi işi deyilməli. Gücü onlardan azdır, gücü çatmır. Və güclənməlidir. Bəli, güclənməlidir. Tam o rəqabət göstərmək üçün. Görə yəni ikinci oyun üçün, yəni bircə burada Barcelona'nı istisna olaraq çıxırıq, digər 3 oyunun hamısı üçün. Aston Villa 2 top vura bilər məncə Paris Saint-Germain öz meydanında. Sadəcə məsələ nədir? Vurub buraxmamaq məsələsi var. Görək, qarşıdakı müddət bizə göstərəcək ki, hadisələr necə inkişaf edəcək. Əlbəttə ki, Futbolissimo YouTube kanalında, bizim kanalımızda siz bütün məqamların incəliklərini bacardığımız qədər sizin diqqətinizə çatdırırıq. Tərlan Şahinoğlu'la birlikdə, bizim komandamızla birlikdə yenə də qeyd edək son olaraq İsmailov Media sizin xidmətinizdədir. Necə ki bizim üçün sağ olsunlar xidmət göstərirlər. Çox uğurlu şəkildə çəkiliş, nə bilim mikrofon, hər şey yüksək səviyyədə peşəkar yanaşma var. Siz SMM xidmətindən də hətta yararlana bilərsiniz. Yeri gəlmişsə, kim istəyirsə peşəkar şəkildə və ya hansısa bir məhsulunuzun reklamı varsa, onu da İsmailov Media vasitəsilə siz gündəmə gətirə bilərsiniz. Öz biznesinizi inkişaf etdirmək və gündəmə gətirmək üçün bir sözlə nə istəyirsinizsə var. Sadəcə əlaqə saxlayın nömrə və eyni zamanda e-mail adres sizin üçün. Instagram səhifəsində. Instagram, bəli, hər şey var. Sadəcə müraciət etmək lazımdır əgər ehtiyacınız varsa. Bizim ehtiyacımız var ki, gəlmişik sağ olsunlar bizə yüksək səviyyədə qulluq göstərirlər. Tərlan, təşəkkür edirəm. Sən də sağ ol.
Və izləyicilərimizə nə gözləyirik? Bizi izləyirlər, dəstəkləyirlər. Çox sağ olun deyirik buna görə, amma dayanmırıq. Çünki bax biz də sizin üçün çalışırıq ki, sizin Rəy, təklif, bəyənmə, paylaşın. Oxuyuruq və rəyimizi də bildiririk. Sizin rəylərinizi də oxuyuruq. Çünki davamlı olması üçün sizin bu xoş reaksiyalarınız ehtiyac olmalıdır ki, biz də o ehtiyaca uyğun şəkildə videoları çəkək. Təşəkkür edirik hər birinizə. Növbəti videolarda görüşmək ümidi ilə özünüzdən müğayət olun. Sağ olun, sağ olun.